Salam. Bugün səninlə birlikdə çox həssas, amma bir o qədər də vacib bir mövzunun dərinliklərinə enəcəyik. Hər bir valideynin gec-tez özünə verdiyi bir sual var axı. Övladıma nə isə etdirmək, ona yol göstərmək, bu nə vaxt tərbiyə hesab olunur, nə vaxt isə artıq bir təzyiqə, hətta bilirsən, zorakılığa çevrilir. Bu sərhəd haradadır? Xüsusilə də söhbət insanın ən şəxsi dəyərlərindən, yəni mənəviyyatdan, dindən gedirsə, bu sual daha da mürəkkəbləşir. Bax, bizə göndərdiyin materiallar da məhz bu incə sərhədə araşdırır. Azərbaycanda valideynin övladını öz dini inanclarına uyğun tərbiyə etmə hüququ qanunla necə tənzimlənir? Bugünkü söhbətimizin məqsədi də elə budur ki, bu hüquqi sənədlərə baxaq, subyektiv fikirlərdən kənara çıxıb, görək qanun bu işə necə baxır. Yaxşı, gəl başlayaq. Bu materiallarda ilk baxışda sənin diqqətini çəkən nə oldu? Deməli, məncə ən diqqət çəkən məqam, yəni bu müzakirənin ümumiyyətlə niyə bu qədər aktuallaşmasıdır? Mətnlər də elə bu nöqtədən başlayır ki, son dövrlərdəki ictimai müzakirələr əslində dindar vətəndaşlar arasında hüquqi maariflənməyə nə qədər böyük ehtiyac olduğunu göstərir. Çox vaxt bu mövzular, necə deyim, emosional müstəvidə müzakirə edilir. Amma məsələnin çox aydın bir hüquqi tərəfi var və materiallar işə fundamental prinsiplərdən başlayır. Yəni, hər hansı bir valideyndən və ya dindən əvvəl Azərbaycan vətəndaşının hüquqi statusundan. Sanki bir binanın təməlini qoyur. 3 əsas sütun var. Birincisi, dinin dövlətdən ayrı olması və bütün inancların qanun qarşısında bərabərliyi. İkincisi, dinindən, dilindən, cinsindən asılı olmayaraq, hər kəsin qanun və məhkəmə qarşısında tam bərabər olması. Və üçüncüsü, hər kəsin vicdan azadlığı. Yəni, istədiyi dinə etiqad etmək və ya heç birinə etiqad etməmək azadlığı. Maraqlıdır. Yəni, birbaşa uşaq tərbiyəsindən yox, bu 3 ümumi vətəndaş hüququndan başlayır mənbə. İlk baxışda elə bil ki, bir valideynin övladı ilə münasibətinə birbaşa aidiyyəti yoxdur. Buradakı məntiq nədir? Niyə bu qədər geniş çərçivədən başlamaq lazımdır? Çünki, bax, mənbənin anlatmağa çalışdığı əsas fikir budur. Dindar bir şəxs ilk növbədə Azərbaycan Respublikasının vətəndaşıdır. Və bu status ona digər bütün vətəndaşlarla eyni hüquqları və eyni vəzifələri verir. Yəni, qanun sənin üçün ayrıca bir qayda müəyyən etmir. Sən də eyni konstitusiyaya, eyni qanunlara tabesən. Bu çox-çox vacib bir başlanğıç nöqtəsidir. Çünki bu o deməkdir ki, dövlət sənin də hüquqlarının təminatçısıdır. Əgər sən öz hüquqlarını bilsən, onları müdafiə edə bilərsən. Yəni, məsələyə dindar valideynin hüququ kimi yox, vətəndaş olan valideynin hüququ kimi yanaşmaq lazımdır. Bəli, tamamilə. Bu, bütün sonraki müzakirələrin açarıdır. Hüquqi bilik burada bir imtiyaz yox, hər bir vətəndaşın özünü və ailəsini qoruması üçün bir vasitədir. Aydındır. Deməli, təməl prinsip budur ki, qanun üçün hər kəs eynidir və oyunun qaydaları hamı üçün keçərlidir. Yoxsa, bu təməli qoyduqdan sonra gələk əsas məsələyə. Biz gündəlik həyatda məcbur etmək sözünü çox vaxt negativ bir çalarda işlədirik. Amma səninlə araşdırdığımız sənədlər deyir ki, tərbiyə prosesində məcbur etmə həmişə zorakılıq demək deyil. Bax, burası həqiqətən də çox maraqlıdır. Yəni, bir hərəkət necə həm məcbur etmə olub, həm də zorakılıq olmaya bilər. Bu, həqiqətən də bütün müzakirənin düyün nöqtəsidir və mətnlər bu iki anlayış arasında, belə deyək, çox kəskin bir sərhəd çəkir. Gündəlik dildə, bəli, bu sözlər sinonim kimi səslənə bilər, amma hüquqi və pedaqoji mənada tamamilə fərqli anlayışlardır. Mənbələrə görə məcbur etmə bəzən pedaqoji bir zərurət kimi ortaya çıxır. Yəni, uşağın özünün gələcək mənafeyi, sağlamlığı və ya təhlükəsizliyi üçün atılan bir addımdır. Amma burada qızıl qayda var. Bu proses uşağın şəxsiyyətini, ləyaqətini alçaltmamalı və ona heç bir fiziki ağrı verməməlidir. Zorakılıq isə o tamamilə başqa bir şeydir. Zorakılıq uşağın hüquqlarını birbaşa pozan, onun fiziki və ya psixoloji sağlamlığına zərər vuran hər hansı bir hərəkətdir və bu, qanunla bir mənalı şəkildə qadağandır. Gəl bu fərqi daha real bir misalla aydınlaşdıraq. Məncə mənbənin verdiyi o məktəb nümunəsi çox yerinə düşür.
Təsəvvür edək ki, 8 yaşlı bir uşaq bir səhər oyanır və deyir ki, mən daha məktəbə getmək istəmirəm. Valideyn bu vəziyyətdə nə etməlidir? Uşağın istəyinə hörmət edib onu evdə saxlamalıdır, yoxsa onu geyindirib məktəbə aparmalıdır? İkinci halda valideyn onu məcbur etmiş olur. Bu zorakılıqdır. Məhz bu, mükəmməl bir nümunədir. Və qanuni çərçivədən baxsaq, bu qətiyyən zorakılıq deyil. Niyə? Çünki valideyn burada öz şəxsi istəyini və ya əhval-ruhiyyəsini tətbiq etmir. Azərbaycan Konstitusiyası ölkədə icbari ümumi orta təhsili, yəni 9-cu sinfə qədər təhsili, hər bir vətəndaş üçün məcbur edir. Yəni valideyn uşağı məktəbə getməyə məcbur edərkən, əslində dövlətin qanunla müəyyən etdiyi bir tələbi yerinə yetirir. Aha, yəni öz başına deyil. Heç də yox, bu uşağın gələcəyi üçün atılmış zəruri bir addımdır və buna pedaqoji məcburiyyət deyilir. Mənbənin vurğuladığı çox maraqlı bir detal da odur ki, bu cür tədbirlərdən təkcə dindar valideynlər yox, istisnasız olaraq bütün məsuliyyətli valideynlər istifadə edir. Deməli, açar söz valideynin niyyətindən daha çox, hərəkətin uşağın mənafeyinə xidmət etməsi və qanuni bir əsasının olmasıdır. Bunu başqa sahələrə də tətbiq etmək olar, elə deyilmi? Məsələn, uşaq həkimə getməkdən və ya dişini müalicə etdirməkdən imtina edir, valideynin onu razı sala bilməyib, əlindən tutub həkimə aparması da eyni məntiqlə pedaqoji zərurət sayılmalıdır. Tamamilə. Ya da daha gündəlik bir misal. Uşağın gecə yatmaq istəməməsi, amma valideynin onun sağlamlığı üçün yuxu rejiminə əməl etməsini təmin etməsi və ya yeniyetmənin dostları ilə təhlükəli bir yerə getmək istəməsi, valideynin isə buna icazə verməməsi. Bunların hamısı məhdudiyyət və ya məcbur etmə elementləri daşısa da, məqsəd uşağı qorumaq və onun inkişafını təmin etməkdir. Yəni, mənbənin demək istədiyi odur ki, tərbiyə prosesi anarxiya deyil. Valideynin müəyyən qaydalar qoymaq və bu qaydalara əməl olunmasını tələb etmək hüququ və hətta vəzifəsi var. Sərhəd o zaman pozulur ki, bu qaydalar uşağın ləyaqətini alçaltmaq və ya ona fiziki zərər vermək üçün bir bahanəyə çevrilir. Yaxşı, məktəb, həkim, yuxu rejimi, bunlar nisbətən aydın məsələlərdir. Cəmiyyətdə ümumi qəbul olunmuş normalardır. Amma söhbət valideynin şəxsi inanclarından, dini dəyərlərindən gedəndə, bu məcburi etməklə zorakılıq arasındakı sərhəd necə görünür? Çünki bu artıq dövlətin məcburi təhsili kimi ümumi bir qayda deyil. Bir ailənin çox şəxsi, mənəvi dünyasıdır. Valideyn övladını öz inancına görə ibadət etməyə, müəyyən dini qaydalara riayət etməyə təşviq edə bilərmi? Qanunvericilik bu daha həssas sahəyə necə yanaşır? Bax, bu sual bizi birbaşa müzakirənin mərkəzinə gətirir. Və mənbənin cavabı çox aydındır. Bəli, valideynin bu hüququ var. Azərbaycanın dini etiqad azadlığı haqqında qanunu birbaşa valideynlərə öz uşaqlarını şəxsi mənəvi və dini görüşləri əsasında tərbiyə etmək hüququ verir. Bu, valideynin konstitusional azadlığının bir hissəsidir. Qanunvericilik anlayır ki, mənəvi tərbiyə ailənin fundamental funksiyalarından biridir və dövlət bu prosesə, yəni birbaşa müdaxilə etmir. Valideyn övladına öz dəyərlərini, həyata baxışını, inancını aşlaya bilər. Amma yəqin ki, burada da bir amma var. Yəni, bu hüquq da sərhədsiz və mütləq deyil. Əgər məktəbə məcbur etməyin sərhədi fiziki cəza idisə, dini tərbiyədə bu sərhəd haradan keçir? Tamamilə doğru. Bu hüquq mütləq deyil və mənbə bu hüququn sərhəddini Konstitusiyanın başqa bir fundamental prinsipi ilə cızır. Hər bir insanın şərəf və ləyaqətinin toxunulmazlığı. Bu nə deməkdir? Bu o deməkdir ki, sən övladını öz dini və mənəvi dəyərlərinə uyğun böyüdə bilərsən. Lakin bu proses heç bir halda uşağın şəxsiyyətini alçaltmamalı, ona fiziki və ya mənəvi əzab verməməlidir. Bax, açar söz budur, balans. Bir tərəfdə valideynin tərbiyə hüququ dayanır, digər tərəfdə isə uşağın bir insan kimi şərəf və ləyaqətinin fiziki və mənəvi toxunulmazlığının müdafiəsi hüququ. Qanun bu iki hüquq arasında tarazlığın qorunmasını tələb edir. Bu, ləyaqəti alçaltmamaq ifadəsi hüquqi dildə aydın səslənir, amma real həyatda çox mücərrəd ola bilər. Gəl bunu da bir konkret situasiya üzərində düşünək. Tutaq ki, bir yeniyetmə artıq ailəsinin dini inanclarını bölüşmür və ibadətlərdə iştirak etmək istəmir.
Valideynin reaksiyası hansı nöqtədən sonra pedaqoji təsirdən çıxıb, uşağın ləyaqətini alçaltmağa başlayır. Sərhəd haradadır? Onu dostların yanında utandırmaq, sən nankör övladsan kimi ifadələrlə psixoloji təzyiq göstərmək, yoxsa sevdiyi məşğuliyyətlərdən məhrum etmək. Bu sərhəd çox bulanıq deyilmi? Çox doğru bir məqama toxundun və bu praktikada ən çətin məsələdir. Hüquqi çərçivə bizə ümumi prinsipləri verir. Məhz buna görə də qanun fiziki cəzanı və mənəvi psixoloji təzyiqi, təhqiri birmənalı şəkildə qadağan edir. Yəni, sən övladınla danışa, onu inandırmağa çalışa, ona nümunə ola, bu dəyərlərin onun üçün niyə vacib olduğunu izah edə bilərsən. Bu sənin tərbiyə hüququndur. Amma onu bu seçiminə görə döymək, otağa kilidləmək, təhqir etmək, başqalarının yanında rüsva etmək, fundamental ehtiyaclarından məhrum etmək, bunların heç biri artıq tərbiyə deyil. Bu birbaşa uşağın hüquqlarının pozulması və zorakılıqdır. Mənbənin əsas arqumenti budur. Tərbiyə metodu sevgi və hörmətə əsaslanmalıdır. Qorxu və alçaltmaya yox. Valideynin tərbiyə metodu uşağın fundamental insan hüquqlarını heçə saymamalıdır. Bəli. Deməli, bugün təhlil etdiyimiz materiallar əslində çox mürəkkəb və emosional bir mövzuya, olduqca aydın bir hüquqi çərçivə gətirir. Gəl söhbətimizi yekunlaşdırıb əsas məqamları bir daha nəzərdən keçirək. Mənim anladığım birinci və ən fundamental məqam odur ki, Azərbaycan qanunları dinindən, əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşın bərabərliyini və vicdan azadlığını təmin edir. Bəli. İkincisi və bəlkə də ən vacibi, tərbiyə prosesində istifadə olunan pedaqoji məcburiyyətmə ilə qanunla qadağan edilən zorakılıq arasında böyük bir fərq var. Birincisi, uşağın mənafeyi naminə və qanun çərçivəsində atılan zəruri bir addımdır. İkincisi isə uşağın hüquqlarının birbaşa pozulmasıdır və qətiyyən yol verilməzdir. Və nəhayət, üçüncüsü, valideynlərin ovladlarını öz mənəvi və dini dəyərləri əsasında böyütmək hüququ qanunla tanınır, amma bu hüquq mütləq deyil. Bu proses uşağın ləyaqətinə, şəxsiyyətinə və fiziki toxunulmazlığına hörmət çərçivəsində onun fundamental hüquqları pozulmadan həyata keçirilməlidir. Tamamilə razıyam. Və bütün bu müzakirənin yekun mesajı məncə yenidən hüquqi maariflənmənin gücünə qayıdır. Qanunları bilmək sadəcə cəzadan yayınmaq üçün deyil. Qanunları bilmək həm öz hüquqlarını necə qoruyacağını anlamaq, həm də səndən asılı vəziyyətdə olanların, xüsusilə də öz ovladının hüquqlarına necə hörmətlə yanaşmalı olduğunu dərk etmək üçündür. Bu həm məsuliyyətli vətəndaşlığın, həm də şuurlu valideynliyin təməlidir. Sərhədləri bilmək, o sərhədlər daxilində daha sağlam və hörmətə əsaslanan bir ailə mühiti qurmağa imkan verir. Çox dəyərli fikirlərdir, təşəkkür edirəm. Söhbətimizin sonunda isə hər zaman olduğu kimi səni bir sualla baş-başa buraxmaq istəyirəm. Mənbələr pedaqoji məcbur etməklə zorakılıq arasında hüquqi bir sərhəd çəkir. Kağız üzərində hər şey aydındır. Bəs real həyatda, bir mətbəx söhbətində, bir otaq mübahisəsində, valideynin mən səni yaxşılığın üçün deyirəm arqumenti ilə övladın bu mənim həyatımdır reaksiyası toqquşanda, o incə sərhədin keçilmədiyindən necə əmin olmaq olar? Bir uşağın şərəf və ləyaqətini qorumaq, praktikada, gündəlik ünsiyyətdə əslində nə deməkdir? Bəlkə də əsl cavab qanun kitablarında yox, elə bu sualın özünə cavab axtarmaqda gizlidir.